ABŞ və Rusiya prezidentləri arasındakı son telefon danışığı belə bir təəssürat yaratdı ki, Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında əsas gözləntiləri Kiyevdəndir. Vaşinqtonun Kremlə qarşı sanksiyalardan imtina etməsi, Ukrayna ərazisində Amerikan əskəri olmayacaq bəyanatının verilməsi, dolayısıyla Moskvanın sülhdə daha çox maraqlı olduğunu deməsi okeanın bu tayından fərqli şəkildə şərh edilir. Ola bilsin, ABŞ Avropaya, Rusiya və Ukraynaya mesaj göndərir ki, danışıqlardan çəkilə bilər. Bu danışıqlara çox mənfi təsir göstərə bilər. Çünki ABŞ ən azı əvvəlki administrasiya dövründə Ukraynanın ən böyük dəstəkçilərindən biri idi. Ukraynalara çox silah verdilər. Bu da müharibənin davam etməsinə səbəb oldu. Əgər artıq Ukraynanı dəstəkləməsələr, onlara silah verməsələr və Rusiyanı yeni sanksiyalarla təhdid etməsələr, o zaman hər iki ölkənin danışıqlar masasına oturması üçün heç bir səbəb qalmayacaq. Eyni zamanda görünür, ABŞ bir qədər gec olsa da 4 ay sonra Avropa və Ukraynanın danışıqlarda daha böyük söz sahibi olmalı olduğunu anlayıb. Amerika Birləşmiş Ştatları və Rusiya prezidentləri arasında telefon danışığından dərhal sonra Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq etdi. 17-ci sanksiyalar paketi Rusiya üçün işləyən kölgə donanmasının 200-ə yaxın gəmisinə şamil ediləcək. Üfüqdə yeni məhdudiyyətlər də var. Avropa İttifaqı diplomatları iddia edir ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya kifayət qədər təzyiq göstərmir. Zelenski özü isə bizim iştirakımız olmadan Amerika Birləşmiş Ştatları Rusiya ilə heç bir məsələdə razılığa gəlməməlidir, deyir. Moskvanın Ukrayna bir hissəsi Rusiya ordusunun nəzarəti altında olan ərazilərdən qoşunlarını çıxarmalıdır tələbi bəlli mərkəzlərdə Kremlin sülh istəmədiyi və müharibəni davam etdirmək fikrində olduğu şəkildə dəyərləndirilir. Türkiyə aşağı səviyyəli nümayəndə heyətinin göndərilməsindən sonra rəsmi Kiyev faktiki olaraq Rusiya üzərində diplomatik hücuma keçib və Qərbi yenə də ona hərbi siyasi dəstək verməyə çağırır. Vladimir Putinin Amerikalı həmkarı ilə telefon danışıqlarından ortaya çıxan qənaət isə odur ki, Moskva istədiyini alana qədər Ukrayna ilə müharibəni dayandırmaq niyyətində deyil. Никаких нет сомнений, что позиция России будет искажаться. Rusiyanın mövqeyinin təhrif olunacağına şübhə yoxdur və bu əvvəllər də olub. İndi də baş verir. Bundan belə Rusiya ardıcıl olaraq sülh təklifləri verir. Həmçinin də Rusiya sülh və münaqişəyə son qoyulmasını istəyir. Eyni zamanda təbii ki, Prezident Vladimir Putinin hələ 2021-ci ildə xüsusi hərbi əməliyyat başlamazdan əvvəl dediyi ədalətli şərtlər irəli sürür. Amma Qərbdə bunu eşitmirlər. Qərbdə Rusiyanı işğalçı kimi göstərməyə çalışırlar. Bu isə doğru deyil. Rusiyanın gözləntisinə və gələcəyinə gəlincə isə Rusiya Ukraynanın azad ölkə olacağına, Ukraynanın neokolonialist dövlət olmaqdan imtina edəcəyinə, Ukrayna xalqının yeni iqtisadiyyatda inkişaf edəcəyinə şübhə etmir. Sual bunun nə qədər tez baş verəcəyi və bunun baş verməsi üçün hansı tədbirlərin görülməsidir. Вопрос, как быстро это произойдет и какие действия для этого должны последовать. Beləliklə görünən odur ki, Kreml Qərbin Ukrayna məsələsində obyektiv mövqe sərgiləməyəcəyini düşünərək ağır şərtlərdən imtina etməyəcək. Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında mövcud ziddiyyətlər də birbaşa Rusiyanın xeyrinə işləyir. Çarəsiz qalan Ukrayna isə artıq qərar verəcək dövlətlərin sayının artması hesabına ən az etki ilə vəziyyətdən çıxmağı hədəfləyir. Zakir Musayev, Müşfiq Balayev, Elzar Ağayev, Nemət Tahiroğlu xüsusi olaraq həftə üçün Moskva, Vaşinqton, Brüssel.